Salam əziz dostlar, məntiq dərslərinə davam edirik. Səhifə 29, sözlərə aid ikinci bölgü. Sözlərə aid birinci bölgünü oxuduq, qurtardıq. İndi ikinci bölgüyə keçirik. Burada da sözləri bir-biri ilə müqayisə etdikdə, mənalarını bir-biri ilə müqayisə etdikdə yaranan bölgüdür. İki və ya daha artıq sözü ifadə etdikləri məna baxımından bir-biri ilə müqayisə etsək, iki və yaxud daha artıq sözü həmin ifadə elədikləri məna baxımından, bizə çatdırdıqları məna baxımından bir-biri ilə müqayisə etsək, onda aşağıdakı iki növdən biri meydana gəlir. Biri budur ki, sinonim. Sinonimdir. Sinonim nədir? Müxtəlif sözlərin eyni mənası olarsa, sözlər müxtəlifdir, mənaları isə nədir? Eynidir. Bu sözlərə deyirlər sinonim sözlər. Məsələn, insan və bəşər. İnsan da eyni mənanı ifadə edir. Bəşər də insan mənasındadır, insan da bəşər mənasındadır. İkinci növ isə müxtəlif mənalı sözlərdir. Müxtəlif sözlərin hər birinin ayrı-ayrı mənası olarsa, yəni eyni mənalı yox. Müxtəlif sözlərdə hər birində ayrı-ayrı mənası var. Bunlar deyirlər müxtəlif mənalı sözlər. Məsələn, daş və insan. Məsələn, müqayisə edirik mənalarını. Daş mənasını verir, insan mənasını verir. Su, çörək, kitab, dəftər, hamısı ayrı-ayrı mənaları ifadə edir. Qeyd bölməsini də inşallah gələn bəhs eləyərik Allahın izni ilə. Sağ olun.